Biz yenə MyHouse şirkəti olaraq qiymətlərə zərbə vurduq. Endirimli qiymətlə gəldik əzizləyicilərimiz sizin qarşınıza. Evimizin yerləşmə yeri, Maçdağı Zabrat yolunda notariusun yaxınlığı, qapısı necə asfalt qardaşım. 2,5 sotun içində, 3 sota yaxın torpaq sahəsində, əsas yoldan, ikinci həyətdir əzizləyicilərimiz. İkinci həyətdir. Sənədimiz də kupçadır. Həyətində bax görürsünüz, pultla idarə olunan darvazası, söhbətgahı, qeybətgah yəni. Su quyusu, şirin suyu da var əzizləyicilərimiz. Şirin suyu da var, yəni yol suyu. Amma belə su quyusu da var. Evimizin sağ tərəfindən arxasına keçidi. Əsas məsələ mərtəbələr arası, birinci mərtəbə ilə ikinci mərtəbənin arası monolit betondur. Monolit beton, az birinci mərtəbəni göstərir. Qardaş, gəl buradan göstərək, gəl bura. Gəl bura. Yuxarı ikinci mərtəbəsi tam təmirdir. Buradan çək. Pirqarodkalar eləsən, qardaşım, qoşadaşdır, monolit betondur, birinci mərtəbəsi. Belə, yəni ki, tok sistemi işlənilib, ağardıb, qapılarınızı vurub, polpatoloku vurub, hazır girin yaşın. 3-4 dənə də otaq buradadır. Gəl Azad, daha çox uzatmayaq videonu, gəl çıx bayra. Gəl çıx bayra, inşallah ikinci mərtəbəni də çəkək, görsünlər. Evimizin həqiqətən keyfiyyətinə söhbət yoxdur. Necə lazımdır inşa olunan evdir. Qiymətini də endirdik ki, bizə təcili pul lazımdır. Təcili pul lazım olduğu üçün endirdik. Hələ yenə də real alıcıya endirim olunacaq. Daxil olaraq, qardaşım, dəhlizimiz. Evimizin ikinci mərtəbəsi ümumi istipol. Ümumi istipol. Görürsünüz, dəhliz mərmər qranitdən üzlənilib, çırçıraqlarımız qoyulub. Mətbəximizdir, mətbəx də mərmər qranitdən üzlənilib. Qonaq otağının qapısını aç, qardaşım. Genişliyə, işıqlılığa, dekorasiyaya, bax da, bura həqiqətən pul qoyulub. Keyfiyyətlə də söhbət yoxdur. Qonaq otağından da eyvanlar, promoy çıxışı var. Ətrafdakı evləri də çək, hamısı villalardır bəqə. Gəl bura. Zamofon xətti necə atılıb? Evimizin keyfiyyətinə söhbət yoxdur. Bu evə gəlib baxanda, qardaşım, mütəxəssislə gəlib baxsınlar. Ümumi sahə istipoldur, bizim qeyd edirik. Bu evimizin digər yataq otağıdır. Birinci yataq otağı, ikinci yataq otağı, bura, üçüncü yataq otağı. Bəh. Bu söhbət yoxdur. Söhbət yoxdur. Kollektor sistemi buradadır. Burada şamlı otağımızdır. Asma tavanımız, isti döşəmədir burada. Qardaşım, bu evin start qiyməti 158 min manat idi. Endirilib 149 min manata. Mən əlaqə saxlayıram evin sahibinə. Deyirəm ki, qardaş, satmaq istəyirsəniz, gəl endirək qiyməti. İlk endirimlər bizim səhifədə olur. Sağ olun, bugünə bu qədər.